yazılanda Güney Azərbaycan Milli Mücadilə Hərəkatı ayrıca qızıl hərflərlə yazılacaq. Lütfen buna göre hiç pessimist olmayın. Uzun iller sürdü, düzdür. Ben size küçük bir faktı demek istedim. Gian Rinaldo Charlie diye birisi 1764-cü ildə ilk dəfə kitabında İtalya ile bağlı fikir səsləndirdi. Ben ne Napolyonuyam dedim, ne Milanoluyam dedim. İtalyanım. Ondan 110 yıl sonra İtalya kuruldu. Böyük prosesler, böyük süreçler uzun müddət alabilir. Ama o mücadeleni aparanlar bəxtəvər ki, onlar o mücadeleni aparırlar. Bir dəfə bizim bir dostumuz mənə soruşdu ki, Aynur xanım, bu ne kazanırsınız? Yani insanlar var, bilirsiniz aramızda, siyasetten, vətən üçün mübarizədən çok daha belə maddiyatı yaşamağı tercih edirlər. Dedim ki, sen asfalt yol çekilen zaman görmüşsənmi? Dedi ki, görmüşəm. Dedim, asfalt yol çekilmeden önce çakıl daş tökerler. Türkler çakıl daş deyir, çıngıl deyirlər. O çıngıl ne kadar çok olsa o yol bir o kadar düzen olur, güzel olur. Biz o çıngıllarıq. Hərəmiz bir damcı, bir çıngıl daşı kadar Güney Azərbaycan üçün bugün yük aparabiliriksə, ne mutlu bize. İnşallah o güzel yol çəkiləcək. Ben dua edirəm ki, biz o yolu görək. Ama görməsək belə, o bizim arzumuzdur. O həm də Elçi bəyin arzusuydu. Biz arzumuz üçün mücadilə aparmağa devam eləyəcəyik. Ona göre de yorulmayın, üzülmeyin. O tarihi yazmağa devam eləyin. Qan töküləcək. 20 yanvar olmasaydı belki de sonraki sonuçlar olmazdı. Qanımız vətənimizə fəda olsun. Siz qəhrəmansınız. Quzeyli, Türkistanlı, Türkiyeli. Sizin için ne eləyə biləriksə ki, biz yolumuzu ayırmırıq. Ama bu mücadilədə necə səsinizi çatdıra biləriksə yanınızdayıq. Ölməyə də hazırıq. Özünüzü bizden ayrı tutmayın. Ben ikinci narahat eləyən məsələ bu oldu çıxışlarda. Özünüzü tam oturanın ortasında tutun. Çünkü Qarabağ məsələsi 30 il devam elədi. Herkes deyirdi ki, Qarabağı unudun artıq. Bu kadar vaxtdan sonra Qarabağ gəlməz. Ama bir gün siyasi konjunkturanın mərkəzinə oturdu. Siyasi maraqların mərkəzinə oturdu. Ki Qarabağdan örtüdə o mübarizə devam edirdi. Herkes ayağa qalxdı. O siyasi qüvvə o Qarabağ üçün mübarizəni bitirdi. Biz bugün mücadiləmizi devam eləyək, sözümüzü deyək. İnanın bir gün yenə də Qarabağ kimi, Güney Azərbaycan kimi ki o gün çox yaxındır. Herkes ayağa qalxacaq və Güney Azərbaycan üçün əlindən gələni ortaya qoyacaq. Çox